Salamlar, biz artıq başladıq. Hansı hallarda fizioterapiya təyin olunur? Doktor, ilk başda istəyərdim ki, bu söhbətləri siz deyəsiniz. Siz özünüz nevrologsunuz. Təbii ki, sizə tanış edək. Mən nevroloq Əhməd Lamiyə. Belə deyək, xəstə əgər disk yırtığı ilə bizə yaxınlaşıbsa, biz 90% hallarda fizioterapiyaya yönləndiririk. Burada tək düzdür, xəstənin ağrısını kəsə bilərik nevroloji dərmanlara, amma xəstədə uzun müddətli və effektiv müalicə almaq istəyiriksə, biz mütləq şəkildə fizioterapiyaya yönləndirməliyik. Hər disk yırtığı əməliyyat olunmalıdır. Okey, çox qəşəng və maraqlı sualdır. Bu bizim hər ikimizə aid bir sualdır. Amma bir çox hallarda ilk başda pasientlər nevroloqlara yaxınlaşanda və ya da ki, bizə yaxınlaşanda biz nevroloqlarla məsləhətləşirik. Niyə? Çünki bəlli bir dərəcədə cərrahi bir üsul lazımdırsa disk yırtığında nevroloqun müayinəsi zamanı reflekslərdir, güclü, parezdir olduğunda artıq nevroloji cəhətdən cərrahiyə gedir. Olmadığı təqdirdə amma artıq biz birlikdə işləyə bilirik. Təbii ki, bunu da siz də təsdiqləyirsiniz. Bəli. Bu arada suallarınızı yazın, növbəti part 2-də bütün suallarınızı cavablandırmaya çalışacağıq. Bəli. Uzlamayalım. Onu iki kənara qoyun.